Nerede terane sus 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 sus. Bayaqdan da sevgim de deyir ki, "Mama sen danışma da ne olar? Qoy olur ne danışır danışır." Deyirəm, "Yox ay balam. Yox ay balam, söz konusu siz olanda susa bilmirəm." Mən susa bilmirəm. Niyə də susum ki? Nə deyirəm ki? Kimsə söymürəm, kimsə təhqir eləmirəm, kimsə dalınca danışmıram. Bu günləri mən bütün saytlarda baxın. Bütün saytlarda görmüşəm ki, kız polkovnik imiş. Mahnı sildirirmiş. YouTube'dan. Hədə hərbə gəlib. Musa Musayevin mahnısını gedib Atavın adına özəlləşdirmişsən. Neynimin sözləri də Musanındır. Musiqisi də Musanındır. Hansı haqqına getmişsən, yazdırmışsan ki, atamın mahnısıdır? Hə? Elində əlacın olsa, elə Musanı da deyirsən, bizimdir, ver bura. Dediz zamanında, alanmadı zaman. Səhv yazırsınız. Sevgimin de, mənim de, hiçbirimizin hiç nəyimiz deyil olar. Allah eləməsin oxşasınlar. Prezident hoş geldin. Görürsən də haqsızlıqları, ay prezident. Baxın sizdə. Baxın görün. Ürəyi partladı bu dəqiqə 2 dənə diplomu olanların. Ürəyi partladı ki, biz kişi canımızla fövqəladə işləyə bilmədik. Buna bax sən, xalq artistinin qızı. Qoy araştırsınlar araştırsınlar görək ki, bu necə olub bura götürüblər bunu? Bu necə olub bu rütbə alıb belə? Rütbə deyirəm sizə. Rütbə. Rütbəsi de varmış, hələ bir rəis də işləyirmiş. Ne diyeyim ki mən? Durum ne diyeyim? Sen rütbədə işləyirsən, sen fövqəladədə işləyirsən, hə? Sen məxfi şöbənin rəisisən, qəşəng də pul alırsan. Qəşəng də pul alırsan sen. Alo. Mən şeydəyəm, canlıdayam mən. Mənə maraqlıdır ki görüm, xalq artisti Niyaməddin Musayevin qızı necə olub bu boyda rütbə alıb özünə? Onu aydınlaşdırıram. Hamı da qorxur məndən, gördünüz, adını verdiniz. Qaçdı gedə canlıya. Hə, deyin görək bala. Deyin görək, neçənizin rütbəsi var? Neçəniz diplomu var? Hə? Mən də tələb eləyəcəm. Mən hiçbir paxıllıq etmirəm. Niyə paxıllıq edim? Mənim topuğumda olan gözəllik var, ayağımda olan gözəllik. Heç kimin üzündə də yoxdur. Heç kimin üzündə yoxdur. Bax bu mənim topuğum var aşağıda. Ayıp olmasa kaldırıp burada ayaklarımı, bezəyini, düzəyini göstərərdim. Bir de Afet Ferman kızı mən gördü. Böyle oturmuştum damaşıqda. Dedi, ay kız bu nədir? Brilliant qaşlar döşətdirmişsən ayaqlarıma. Mən özümə xanım olarak, qadın olarak çok fikir verirəm. Çok değer verirəm. Kim de istəsə bizi değersiz eləsin, onu elə değersiz eləyərəm ki. Bəli, dostlar, mən düz deyirəm. Yine burada bəziləri var məndən razılaşmır. Ay paxılsız. Ay paxılsız. Ay koymuşsunuz. Aldı pilotuma da zaten. Yo istemiyorum pilotuma da alam. Dostlar ben buradayım.
Müəllim, mən buradayam, sonra söyləyərik də biz. Belə. Ona görə də dostlar, mən yenə deyirəm, deyəcəm də. Heç olmadı, o WhatsApp da özümünkidir. Özümünkidir, hamısı. Bilirəm, hər şeyi bilirəm mən. Hər şeyi gözəl bilirəm. Ona görə də mən də sabahdan araşdırma aparacağım. Hər şey. Bəli. Düz deyirsiniz. Düz yazırsınız. Bilirəm, aydındır. Belə. Burada ne var sevgim sende? Orada bir şey yoktu, zamanında var. Yazın görək. Yazın görək neçənizdə var? Neçənizdə var diplom? Yazın görək. Kim harda olur olsun, mənə maraqlı deyil. Baxın bir dənə. Görürsünüz? Mən saytlərdən oxumuşam. Mən öz-özümdən heç nömrəyi hamısında saxlamışam. Çəkmişəm, nələr var, nələr götürmüşəm, nəyi necə yazıblar, mənə atıblar, hamısını da. Yox, biz qohum deyirik. Hardan olduq qohum? Dostlar, başa düşürəm, yazırsınız hamınız. WhatsApp əlimdədir, yazırsınız, çoxları yazır. Başa düşürəm. Görürsünüz? İşləmirəm də. Bu hamının diplomu da var. 10 il, 15 il. Hamı deyir ki, yox, əsəbi deyiləm əslində. Mən prosto sadəcə demək istəyirəm ki, görüm insanlar nə istəyirlər də bilsən. Mahnını mən sildirmişəm. Heç yazıq atan xəbər də yoxdur. Mən də bilirəm. Kim sildirib, niyə sildirib, zakaz eləyib sildiriblər, zəng eləyib sildiriblər, kim nə ilə eləyib. Mən də deyirəm ki, mən də deyim, baxım görüm bu nə məsələdir ki, görüm bu harda işləyir bəs, bu fövqəladə necə işləyir, necə düzəl fövqəladə. Mənim o qədər dostum, tanışım da var, heç düzəldə bilmədim. Dostlar, mənə görə narahat olmayın sizi. Mən əsəbi deyiləm, mənə görə narahat olmayın. Mən bu günləri doğrudan deyirəm. Yuxudan durmaz. Gördüm ki, sahiplər hamısı bir partlayış yazıb. Niyaməddin Musayevin qızı polkovnik rütbəli rəis imiş. Olsun, mən də istəyirəm mənim qızım geçsin işləsin. Mənim qızım da beynəlxalq münasibətləri qutarıb. Bəli, diplomlu. Məni belə şeylərə vadar edir. Heç mənə inanırsan, bu lazım da deyil. Mən heç istəmirəm də
Mən heç istəmirəm də bunları. Məni başlayırlar ki, gəl bizi cırmaqla. Ay yolla gedəni, hardasan? Gəl məni tut. Kimin nə sözü var yazsın indi. Mənə lazım deyil yazasız ki, gəlib səni tutacaqlar. Nəyimi tutacaqlar az mənim? Hə? Nəyimi tutacaqlar? Vallahi rütbəm yox, bir şeyim yox. Rütbəsini kim deyir alıblar? Alıblar rütbəsini, bilmirəm. Siz deyirsiniz. Hər şeyi siz deyirsiniz, bilmirəm axı. Fövqəladədə məxfi şöbənin rəisi işləyirmiş. Polkovnik rütbəsində. Sağ ol vallahi, halal olsun sənə. Bunu mən danışdım. Səhər görə indi Musa Musayev nələr danışacaq. Keçmişi gələcək, açacaq, tökəcək keçmişdən. Kimlər niyə ayrılıb, kimlərlə tutublar, kim kiminlə neyini yiyib, kimin necədir, kimsəsi nədir, kimin nanay, bax beləcə nanayların hamısını açıb tökəcək. Çünki Musa köhnədir axı. Musa köhnədir, bu işlərin içindən gəlib. Mən hiç görməmişəm onları. Görün ki, indi Musa nə danışacaq? Yo, mən bütün burada gözəllik. Mən dedim, yenə deyirəm, mənim söz konusu uşağım olanda, mən dəli oluram. Yenə deyirəm, mən bir dənə Ramil adında bir dənə çuşka var idi, Ramil adında bir üz qarası var idi. Özünə, nə deyir, o günlər mənə yenə yığmışdı ki, vay, mən eləməmişəm, kimlərinsə fitvasına getmişəm, mən geçişinlə məşğul ol. Mən bilirəm kim necədir, kim nədir. Oturup yazmaq gözəl şeydir. Yazırsan indi gəl dur dalında. Yenə deyirəm, mən söyüş sevmirəm. Mən kulturunu sual vermişəm burada. Sabah da sual verəcəm. Ne söyleyecekse Musa söyleyecek. Bu sözde elə pis söyüşkəndi ki. Dəhşətdir Musa. Söyüşkəndi bəli. Musa söyüşdəyəndi. Mən həmişə də deyirəm bunu. Belə açacaq ağzını, yumacaq gözünü. Gəlin ondan sonra Musa sizinkidir. Bağlayın ağzını. Görün ki dostlar, bir dənə söz deyim sizə. Mahnı illerin mahnısıdır da. Neçə illərdə oxunub, çeynənib. Ondan sonra en axırda Qumral götürdü, oxudu da, en axırda. Oxudu. Az ne olsun oxudu. Oxudu gəldi Niyaməddin Musayev oldu. Oxudu oldu xalq artisti mi? Ne bileyim, böyle gerisi de qalmadı. Ben uşağımın böyle alnı bükülür, üzü turşuyur, biraz kefsiz olanda ben dünyanı dağıdaram. Vallahi dağıdaram dünyanı. Gündem üçündü. Ne gündemi ki? Niyaməddin'e gündem lazımıydı. Niyaməddin'e lazımıydı. Bu yazsınlar ki polkovnikdi kızı. Hədə düşmənçilik yaparır. Der ki oxuma. Mən də deyirəm ki bala həvəsli bəsdir. Ne kadar düşmənçilik olar ki? Bu həvəsli bəsdir. Bu düşmənçilik. İndi oxuyub da bilməyib. Əslində mən yenə deyirəm. Qumralın öz canına and olsun ki, mən bilmirdim onu oxuyub. Biz verilişdə olanda Musa ilə, mahnı gedəndə Musa baxdı mənə, mən baxdım Musa'ya. Musa elə bil ki, mən bilirəm. Amma mən də bilmirdim. Dedim, ay qızım, nə haq yeri oxudun bu mahnı? Neyimizə lazımdır bu mahnı axı? Başımıza ağrıdırsan. Dedim, ama mən Niyaməddin Musayevi çox istəyirəm, mahnılarını da çox istəyirəm. Dostlar, hamı oxuyub, mən də oxudum da, nə olsun? Heç nə demədim. Dedim, ama orada bir sözü var, onu gelip studiyada dəyişərsən. Dedim, ama sabah gedirəm rayona, bir gün gələndə gəlib dəyişəcəm. Dedim, yaxşı. Fuy, elə onu gördüm ki, o oradan, bu buradan, o. Sen özün üçün yaxşı elədin. Yəni, sən bomba qızsan da, hə? Hı? Sən bomba qızsan. Sən elə yamansan ki, sən qışqıranda, sən tanıyıram axı, sən qışqıranda yer yerindən
ayrılır. Hamı sənin yanın böyrən sıçan deşiyini satın alır. Bir mahnıydı. Oxundu. Deyirsən ki, səhərə qədər danışmışam atamla. Atam da dedi ki, oğlum, mənim heç xəbərim yoxdur. Mahnıdan da, mahnının silinməyindən də. Az mahnıdır da. Nə yaxşı bəs getdin tez Musa Musayevin neyinin mahnısını, musiqisini, sözünü, hamısını qamazladınız. Ha? Niyə? Nəyə görə? O da Musa'nınkidir də. Neyinin musiqisi də, sözləri də Musa'nındır. Görürsünüz, hamı oxuyur. Yerindən duranların hamısı oxuyur. Heç Musa da heç nə demir. Deyir qoy oxusunlar da. Hərə bitki. Bu yaxınlarda mən dəyərli sənətkarımız Brilliant xanımın danışığına baxdım. Deyir ki, nə olar ki, əgər mahnını kimsə oxuyub bir iki çörək qazanacaqsa, evinə aparacaqsa, ailəsinə aparacaqsa, əgər onun imkanı yaxşılaşacaqsa, kimin mahnısı olsun? Lap mənimkini də olsun. Yetər ki, o yaxşı yaşasın. Gör nə qədər gözəl. Gör nə qədər alicənabdır bu xanım. Uşaqlara dəstək olur, hamıya dəstək olur. Kim oxumaq istəsə yanındadır. Deyir, bunu belə eləsən daha gözəl olar. Bunu belə eləsən daha gözəl olar. Görün nə qədər kübar xanımdır. Nə oldu az bir dənə mahnınızla dünya sənin, dünya mənim. Söz də bularındır, musiqi də bularındır. Ay sağ ol. Sevgi dolu dünyamızı Respublikada oxumayan qalmadı. Hamı da oxudu. Hamı da oxudu. Nə olsun oxusun da. Hamı oxusun qoyun. Neynimi də yerindən duran hamı oxudu. Musa'dan başqa hamı oxuyub ay cəmaat. Musa deyir, nə olacaq ki? Şəhidləri oxudular. Deyir, burada mehman var, bay mehman. Onun qohumu da oxudu. Bir dənə bir kişi var. Elə onu belə ayrı cür oxuyub heç. Maraqsız da oxuyub. Nə olsun? Manaf Ağayev Vətən oğlu oxudu. Klip də çəkdi. Nə olsun? Hər özü üçün oxuyur da. Hər özü kimi oxuyur da. Az kim yedi sizə qalmadı? Şirin çay eləyirsə. Bəli, sözləri Məmməd Arazındır. Dayı şairimiz, ölməz şairimiz Məmməd Arazındır. Sadəcə mənə maraqlıdır ki, görüm. O mahnı YouTube'dan silindi. Qəsdən silindi, qəsdən. Mahnı silindi, nə olacaq? Qəsdən də silindi. Bax beləncə, amma bu bağırsaq çözələnəcək, acı bağırsaq kimi gedəcək. Birin sən deyəsən, birin mən. Baxırsan, adım kimi əminəm ki, baxırsan. Gözün götürmədi Qumralı. Qumral səndən gözəldir, ona görə. Hı? O qədər danışaram ki, bilin qoyaram, bilin götürərəm. Onu qoyaram, bunu götürərəm. Səhər tezləndən durarlar məhkəmə qapılarında belə sıra-sıra. Axtarırlar, bu dəqiqə, ay Allah, görən neyiniyək ki bu? Axı, ölürlər məhkəmə qapıları gezməkdən ötürü. Bəzi adamlar vərdiş alıb. Mən istəsəm, Dadiba gedərəm. Dadiba gedərəm, sənin bu işin var ha. Bunun üstündə sən bilirsən də, gedərəm. Mən də tərsam axı. Amma sözümü deyirəm ki, sözümü götürürük ya. Axıra qədər gedərəm. Danışdıqlarımı mən də danışaram. Dediklərindən mən də deyərəm. Çox asandır demək. Nə olacaq ki? Apar versən mənim məhkəməyə. Hə? Öyrəşmisiniz axı. Siz də öyrəşmisiniz. Nə bürcüyəm? Tərəzi bürcüyəm. Mən çox ədalətli bürcüyəm. Valla da bu söz danışıb, bir də soruşdular.
Xeyr, xeyr, Röya Ayxan deyil. Niyə Röya Ayxandır ki? Röya Ayxanı biz sevirik, dəyərlidir, qiymətlidir, gözəldir. Röya bilirsiniz kimdən gedir söhbət? Niyaməddin Musayevin qızı, polkovnik, rütbəli rəis Röya Musayevadan gedir. Mən də demişəm, bu günləri mən də demişəm, araşdırsınlar. Bəli, araşdırsınlar ki, mənim niyə qızım işləyə bilmir? Atası onun xalq artistidir deyə zəng eləyir, deyir, mənim qızım işə qoy. Necə? Yoxsa axtarıb bir dənə savadlı oldu, tapıblar onu qoyublar işə. Mənə maraqlıdır da. Özü görün, harada işləyir? Fövqəladədə məxfi şöbənin rəisi. Valla bunları bilmirəm. Hamısını sahiblər qoyub, mən də bir de buradan oxuyuram üzündən, sizə deyirəm. Sadəcə müəllimədir də. Hamı kimi müəllimədir. Valla elə savadlı müəllimələr var ki, yazıqlar. Heç müəllimə işi də yoxdur. Müəllimə də işləyə bilmirlər. Yo, başımı ağrıtmıram. Mənim başımı ağrıdanların başını ağrıdıram. Mənim ki başımı ağrıdırlar ha. Mənim günümü zannet eləyirlər, başımı xarab eləyirlər. Nə bilim, o oradan getdi, bu buradan getdi, mahnı oradan getdi. Siz məndən düşmənçilik eləyirsiniz. Ay özünə o gizlənib arkada, Röyanın arkasında gizlənib Röya tırka veren var. Səni bırakmışam Musuya. O deyəcək səndən, mən yox. Mən səni bilirəm, səni tanıyıram, səni ciğərvi bilirəm ki, burada oturmuşsan bu dəqiqə, türkü kimi. Ki, ay, təranə bir dənə, ağzından bir dənə, üstə çıxarsın, səhər qaça-qaça gedim onu verim mən kimi. Ölüb sən elə səni, öl elə səni, öl. Gözləyirlər bu dəqiqə türkü kimi ki, o, görək bu məhkəməyə predmet veririm, bunu da tez çap eləyə, ölüb sizələr. Siz də məni ürgətmişsiniz, siz məni çox ürgətmişsiniz. Məni ağıllı eləmişsiniz, məni çox bilmiş eləmişsiniz. Ay, bildiyiniz qədər çəkəsiz. Ay, çəkəsiz bildiyiniz qədər. Hardadır, kim neyiniyir? Vallahi billahi, indi pişik kimi güdürlər hamısı. Heç kimin adı mənə maraqlı deyil. Burada yazıb durmayın. Mən bilirəm kimdən danışacağım. Heç kimin adı mənə maraqlı deyil. Mənim özümün efirim var. Gəlmişəm buradan. Bu da mənim efirimdir. Otururam, danışıram. Nətər ki, sən girədi polikin verilişinə. Mənim atamın mülkiyyətidir. Mən atamın varisiyəm. Mən onu sildirməliyəm. Ooo, nə oldu az? Əlvənə gəldi. Sildirdi. Nə oldu ki? Ay polkovnik xanım, adam bir mahnıya görə bu qədər ucuzlaşmaz. Bu qədər hər şeyi cılızlaşdırmaz. Bu qədər aşağı indirməz. Bəli, feyiklərlə baxırlar, baxsınlar, qəmləri kim? Mənim də elə istəyim odur ki, baxsın da özü görsün. Baxsınlar, görsünlər. Gəlir, sevgim gəlir. Papıcınız hamınızın dama düşəcək, dama. Papıcınız. Oxuyan olublar. Əsil bəstəkar gəlir. Əsil bəstəkar. Adam sakitçe oturur evində, deyirsən ki, mənim nəyimə lazımdır bunlar. Ay, burada mən girəndə bunlar mənə söyüş yazan da bunlardı, hərəsi bir dərədə oturub. Oturub
Görürsən Röya, utanmırsan, otursan məndən salam məndən danışırsan, ürəyimdəki gəldi dilimi. Vallahi Röya, mənim adımı çəkmə, xahiş edirəm. Sənin maman çox yaxşı adamdır. Mamana salam deyərsən məndən Röya. Yaxşı? Çox gözəl insandır. Mamaya salam deyərsən. Getdim çıxdım, Mətanət Əlverdiyevan verilişinə. Məndən bir dəyərli xanım, hörmətli xanım dedi ki, boş ver, lazım deyil. Sevgimin sənəti gözəldir. Mən də boş verdim, danışmadım. Orada da icazə vermədim ki, danışsınlar. Mən qızıma dedim, Qumrala. Dedim ki, Qumral, Niyaməddin Musayev böyükdür səndən, ağsaqqal kişidir. İndi ata deyirlər, baba deyirlər, əmi deyirlər, hər nə deyirlərsə, qızım, mahnını icazəsiz oxuduğuna görə bir üzr istəyərsən. Dedi, yaxşı mama. Mənim sözüm, mənim uşaqlarım üçün qanundur. Mənim uşaqlarıma da toxunan adam, vallah, billah, parçalayaram. Dırnaqlarımla paramparça eləyərəm onları. Üzr istətdirdim qızıma. Dedim, ama sən deyirsənsə, bir kəlmə, mən üzr istəyərəm. Problem deyil, ağsaqqal adamdır. Dəyərli müğənnidir. İstəyərəm, nə olacaq ki? İstədi də. Sabahsı günü təcdəndən dırvır lazım deyil ha mənə. Dırvır lazım deyil mənə. Mən öz tərbiyəmi, öz mədəniyyətimi, öz hörmətimi, öz addımımı attım. İşidirəm ki, bir nəfər jurnalist var, mənə yığır, başqa sözlər deyir, başqa işlər görmək istəyirsiniz. İşlərinizi elə qoyaram, and olsun Allaha, and olsun balalarımın əziz canına, balalarımın canına qurban olum üçünündə. Mənim üçün o qədər dəyərlidirlər, o qədər əzizdirlər ki, canımdan keçərəm də onlar üçün. Vallahi billahi bütün birdən adam qalmadı, hamısı qaçar xaricə. Amma qoyun oturum da, nə olar ki? Az qoyun rahat yaşayım da məni. Qoyun rahat yaşayım. Mənim nə veciməsizdir? Mənim nə veciməsizdir? Çörəyim sizdən gəlmir, suyum sizdən gəlmir, mahnım sizdən gəlmir. Ha? Mənim neyimə lazımsınız siz? Neyimə lazımsınız? Mutadır, mutanı da sizdən almışam, qoymuşam başımın altına. Mənimdir. Sonra cığız və buz. Sonra neynəyəcəksiniz ki mənə? Mən mutanı əslində özüm qoymuram qarşısam işlərə. Bilirsiniz axı mutanı, tanıyırsınız axı mutanı. Aldı əlinə sulayacaq, Mən görsən ama Musa edirəm, sən qarışma, eyb yoxdur, danışdılar, başa düşmədilər, qanmadılar. Dinmə, eyb yoxdur Musa, dinmə. And olsun Allaha, yeri göğü yaradan Allahımıza and olsun. Dedi, açacağım canlını belə TikTok'da, belə vardan yoxdan çıxardacağım hamısını. Vardan yoxdan çıxardacağım. Başlayacağım, bilirsən də, tutaracağım burada. Bəli, valla, az Musa para beyindi. Allah haqqı Musa para beyindi. Təranəyə baxmayın, hər şey qıtım danışır, səhət gözləyir, mədəniyyət gözləyir, diqqət gözləyir. Deyirəm, eyb yoxdur, eyb yoxdur, eyb yoxdur. Az bayaq bir oğlan mənə zəng eləyir, jurnalist. Ki, haqqınızda bilirsən, irəli geri. Siz mənə heç nə eləyə bilməzsiniz. Siz mənə heç nə eləyə bilməzsiniz. Nə eləyəcəksiniz ki mənə? Pagonum yox deyə mənim sənin kimi. Pagonum var bəyəm mənim. Vallah vəzifəm də yoxdur. Heç
Əməkdar artist də deyiləm. Heç şərəf ordu elimdə yoxdur Şöhrət.